Hansı ki ilk dəfə zəng elədi, ağlaya-ağlaya sənin doğum günündə təbrik eləmişdi. Səsli mesaj göndərib, mən də o görüntünü sənə göstərdim. Bəli. Ki, atası çox ağır infarkt keçirdi. Mən Aysun'a təklif elədim atası ilə danışmağı. Aysun danışmaq istəmirsin. Yox, Allah kömək olsun, Allah şəfa versin. Peki, Valla mənim də elə var. vəziyyətlərim olubdur ki, mənim də ehtiyacım olub. Təhcənəm qalmışam ortalıqda, heç mənim də atam olmayıb yanımda. Onun da yanında 2 dənə gül kimi balası var. O şəkili yığışdırın orada. Mən bayaq dedim, axı icazə vermirəm. Yo, yığışdırın uşaqlar. Yığışdırın. Sən zəng eləməyəcəksin. Yox, xeyr, istəmirəm. Sadəcə buradan Allah şəfa versin deyirsən. Zaur, mən həyatımda o qədər böyük çətinliklər yaşamışam ki, Bəli. mənim yaşımda inanmıram ki, hansısa bir xanım, hətta bəy onlardan keçsin. O anlarımda mən tək olmuşam. Bəli. Vəfa çox gözəl bilir mənim o keçirdiyim günləri. Ona görə mənim o anımda yanında olub, Allah köməyi olsun, Allah şəfa versin. Maddi baxımından nəyəsə ehtiyacı varsa qarşılayaram. Amma mən... Getməyəcəksən. Xeyr. Danışmayacaqsan. Yox. Amma maddi kömək lazım ehtiyacı olsa... varsa, kömək olaram. Bu qədər. Buyur eləş. Allah kömək olsun deyirik biz. Və... Akşin, niyə belə olur? Yəni, illər sonra atasını axtaran, qapısına qədər gedən, atasını görmək üçün hər addımı atan Aysun İsmailova illər sonra atasını tapır. Bizim veriş vasitəsilə danışdırıram onları, amma görüşmək istəmir. Və yaxud da o qız mahnı üçün pul xərcləyir və yaxud da dediyi bir cümlə Könül xanım icazə vermir.